Salam aleyküm, axşamın xeyir. Əuzu sığınmaq mənası işlənir ən çox. Əuzu kəlməsi əsaslanmaq, dayanmaq mənaları da var. Məsələn, hər bir insanın istinad etdiyi, bizdə ən gözəl söz əuzu kəlməsi istinad edirəm, əsaslanıram. Bu ərəblərdə buna ənab kəlməsi də işlənərlər. Davamlı olaraq insan, məsələn, deyək ki, adam var ki, hesabda, ticarətdə hesab lazımdır da, bölmə, çıxma, üstə gəlmə, vurma. Bu 4 dənələrdən, yəni toplama, çıxma, bölmə və vurma. Bu 4 dənədən davamlı olaraq istifadə edirsə, bu ticarətdə nəyə sığındı, nəyə istinad etdi, nəyə əsaslandı? Bu şeylərə əsaslandı deyirik. İnsan din baxımından nəyə əsaslanmalıdır? Allaha istinad etməlidir. Allaha əsaslanmalıdır. İfadə budur. Əuzu billahi, orada billahi kəlməsi ilə mənasını da verir. Yönlük mənasını, ya, ca, Allaha mənası da verə bilərik. Allah ilə mənasını da verə bilərik. Məsələn, Bismillahi, Allahın ismi ilə ifadəsindəki bu ilə mənasında o kimi. Burada Allaha istinad edirəm, Allaha əsaslanıram, Allaha sığınıram. Allaha, gördünüz mü? Amma bəzən də belə də deyə bilərik. Allah ilə istinad edirəm, Allah ilə sığınıram, Allah ilə əsaslanıram. Burada iki şeyi bir araya gətirəndə çox məntiqli bir şey alır. Allah ilə Allaha sığınıram. Allah ilə Allaha əsaslanıram. Allah ilə Allaha dayanıram mənasını da ortaya qoymuş olun yəni. Nədən? Mineşşeytanirracim. Şeytandan, hansı şeytandan? Racim, qovulmuş, belə deyək də, alçaldılmış, yəni məqamından, Allahın ona verdiyi mələklik məqamından çıxardılmış, qovulmuş, alçaldılmış olan şeytandan Allaha istinad edirəm. İnsan din adına Allaha istinad etmədiyi zaman nəyə istinad edirsə etsin, həmən şey şeytan olur. Dədə baba, adət, ənənə, nə bilim ondan sonra ağaların, alimlərin sözləri, kim olur olsun, Allaha qoyub onlara əsaslanan adam neyləmiş olur? Dindən çıxmış olur. Və yaxud da Allaha da əsaslanıram, bunlara da əsaslanıram, müşrik olur. Odur ki, biz sadəcə Allahın vəhyinə əsaslanmalıyıq, Allaha sığınmalıyıq. Bu, yəni, bəzən sanki elə bir gözə görünməyən bir qüvvə var, bizi nəsə şey eləyəcəkdir, bədbəxt eləyəcəkdir, Allah bizi qorusun anlamında başa düşülür. Bu, o demək deyil. Yəni, necə ki, Adəmə gəldi, vəsvəsə verdi şeytan. Əgər şeytan o vəsvəsə verəndə Adəm Allahın sözünə dayanıb desəydi ki, Allah mənə dedi ki, bu ağaca yaxınlaşma və mənə dedi ki, şeytan və yaxud da o iblis sənin üçün apaçıq, ədavətçidir, düşməndir. Bu sözlərə dayansaydı, əsaslansaydı, iblis onu neyləyə bilməzdi, yoldan çıxarda bilməzdi. Və onu orada o dayanma məsələsində neynəli sürüşdürdü. Və biz də ehtiyat olmalıyıq ki, eyni düstur bizə də keçərli olmasın. Yəni, bu tam olaraq bunu açıqlayır, bunu ortaya qoyur. Yəni, mən bunu belə ayəti gördüyüm zaman, bu ayəti bu cür anlaşıldığını, özdə Qur'anı oxuduğunuz zaman deyin, Qur'anı, bu çox önəmli bir ifadə, Qur'anı oxuduğunuz zaman, yəni Qur'anı oxuduğunuz zaman o ayətlərdən sizi azdırmasınlar, ha? Burada bunun mənası nədir? İblis zaten nə ilə azdırdı insan, Adəmlə onun zövcəsini? Allahın sözü ilə azdırdı onları. Allah onlara bir söz demişdi. O sözü deməsəydi, heç iblis gəlib onu azdırmaq üçün ağlına fikir gəlməzdi. Allah nəyi qadağan eləmişdi onlara, həmən şeylə onları azdırdı. Və yaxud da nəyə əmr etsəydi, onunla azdıracaqdı. Və nə dedi? Allahın açıqlamadığı bir şeyi təfsir eləməyə qalıqdı. Dedi, Rabbiniz bilirsinizmi bunu sizə niyə qadağan elədi? Ona görə ki, siz mələk olmayasınız, yəni malikiyyət əldə edib, ölümsüzlük əldə edib, yəni cənnətdə belə deyək də, bu mülkə, bu imtihan mülkünə sahib olmayasınız dedi. Belə bir ifadələrlə onları aldatdı. Buradan başa düşürük ki, biz şeytan onları Allahın dediyi söz üzərindən Allahın tapşırığı verib, amma bu tapşırıqdakı məqsədini açıqlamamışdır ki, o açıqlamadığı şeyi açıqlamaya başladı azdırmağa. Odur ki, kim gəlib bizə Allahın haqqında bilgi vermədiyi şeyi bizə sanki bilirmiş kimi açıqlamağa qalxmasına baxsanız, dərhal başa düşün ki, bu iblisin metodudur, şeytanın metodudur və dərhal orada sığınmaq lazımdır.
Allaha, yəni Allahın sözünə, Allahın ayəsinə əsaslanmaq lazımdır ki, o sizi aldatmasın, yoldan çıxartmasın yəni. Əslində bu bir dua deyil, bu bir prosesdir, bu əməldir ki, bu yerinə yetirilməlidir. Yəni müharibənin yolunu başa salır Allah, şeytanla mübarizənin yolunu başa salır. Gəlib bizə şeytanlıq edən adamlar gəldiyi zaman var Quranda, yox, ged işinlə məşğul ol. Düstur budur yəni. Eşitmə belə. Qoy danışım da, nə qoy deyim, məsələn gəlir, adamın oğlunun adı nədir? Quranda yoxdur. Mən bilirəm amma, ged işinlə məşğul ol. Hardan bilirsən ki, Habil qabildir? Yusifi yoldan çıxartmaq istəyən qadın bilsən adı nədir? Nədir? Demə də ona, nədir? Sənə Allah bildirmək, bilmək də istəmirəm, get işinlə məşğul ol. Mən maraqlı deyiləm. Züleyxa, bəlkə tanıyordu. Nə bilirsən nədir? Züleyxa, yox bir. Nə bilim valla, yəni o Asiya, nə bilim, yoxdur Havva, yoxdur ki Quranda. Prosta isimlər üzərinə dedim. Bunun kimi başqa məsələləri də deyə bilərlər ki, yəni sanki Quranı aciz göstərməyə çalışmaq, Quran hər şeyi açıqlamır, amma biz açıqlayırıq, gəlin bizə, bu şeytanın metodudur. Necə ki, Allahın dediyi bir əmri iblis açıqlayırmış kimi görsənib, Allah'a bir paxıl varlıq kimi nazubillah təfsir etdi ki, Allah bu qadağan ki, siz mələk olmayasınız. Yəni sanki Allah paxıllıq edir, istəmir ki, adam orada qalmasın, mələk olmasın. Gürnağardır, neyin oxqa çıxartdı. Ona görə də diqqətli olmaq lazımdır. Bunu eləyən adamlar sanki elə belə deyək də, Allahın belə deyək də xəsis olduğunu göstərməyə çalışır. Halbuki Allah Quranda deyir ki, Rəsul xəsis deyil. Rəsul xəsis deyilsə özü heç xəsis deyil onda. Aydındır nə demək istəyirəm. Salam olsun inşallah.